Bilirsiniz, Adil Əliyevi tanıyırsınız hamınız. Bunlar Məhərrəm Əliyevə görə kişi oldular. Məhərrəm Əliyev də 200 qramlıq mamışa görə, Arzunun mamışına görə kişi oldular. Yəni, bu qədər sərvət, milyardlara sahib, bu qədər vəzifələr oldu. Bir dənə 200 qramlıq mamışa görə. Deyənəmədənlərim, dəyərli soydaşlarım, bu Adil Əliyev də icra başçısıdır. Suraxanın icra başçısıdır da, səhv eləmirəmsən. Özünü lotu kimi aparan bu gədəni bugün it balası kimi döyüblər. İt balası kimi döyüblər, babona. Bu Adil Əliyev bilirsiniz ki, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, Güloğlan bunun arvadından tutuldu, Güloğlan arvadını qayırırdı deyə. Zaten Adil Əliyevin kişi olma mərhələsində Güloğlan böyük rol oynayıb. O 200 qramdan sonra ən böyük rol Güloğlan oynayıb. Bütün hallarda Güloğlan sonra arvadı sevdi Güloğlanı. Güloğlan onun arvadından, Adil Əliyevin arvadından çox yatdılar bir yerdə. Çox durdular. Hətta deyilənə görə Adil Əliyev arvadının üstünə çıxıbdı. Deyilənə görə o materialı mən vermişdim efirə. Adil Əliyev Güloğlanla. Uzun sözün qısası getdik. Adil Əliyev bu yaxınlarda Suraxanı rayonunda qəbul keçirib. Qəbuluna gəlib ondan iş istəyən gənc evli xanımla tanış olubdur. İş istəyən gənc evli xanımla tanış olub. İndi icra başçısı da qəbuluna gəlib ki, iş vermə, gənc evli, yaraşıqlı bir xanımla tanış olub. Deməli, və iş veribdi, Adil Əliyev ondan sevişibdi, deyilənə görə sevişibdi. Arvadından şübhələnən həmən o gənc qızın əri düşüb arvadının izinə. Qadın evdən çıxır, iş adı ilə Adil Əliyev gedir. Adil Əliyev qadının dalınca maşın göndərirmiş. Həmin maşınla qadın Bakının Şağan qəsəbəsində yerləşən Adil Əliyevə məxsus villaya gətirilirmiş və orada Adil Əliyev gəlib, Adil Əliyev həmən qadının orasını burasını yalayırmış. İndi cinsel əlaqəyə də girilmiş də, indi hər tərəfli deyək. Qadının izinə düşən əri Adil Əliyevin villasının qarşısında gözləyirmiş. Qadın çıxsın və o qadını, arvadını vursun. Qadın villadan çıxanda villanın qapısı açılan kimi qadının əri girib villanın həyətinə. Qadının əri girib villanın həyətinə. Həyətdə mübahisə düşüb, qadının əri Adil Əliyevi vurub götbaş eləyib. Adil Əliyev də həmin adamı vurubdur. Sonra həmin kişini polislər gəlib aparıblar Xəzər polis idarəsinə. Kişini hədələyiblər ki, səni burada alçaldarıq, ağlını yığ başına. Kişi belə qorxudublar. Kişi bu dəqiqədə həbsdədir. Təzə tutublar da. Təzə olan hadisədir. Deyələmədən adam, Adil Əliyev qəbul keçirir. Bir cavan, yaraşıqlı qadın gəlir. Mənə iş ver. Adil Əliyev söz pişirir. Deyir, iş verərəm villamda, nə bilim nədə. Şağanda və hər dəfə iş adından gəlir. İcra hakimiyyətindən maşını onu götürür aparır villasına. Əri şübhələnir də, qadının əri şübhələnir. İzləyir, görür ki, villaya getdi. Bu, burada işləməməli idi. Uzun sözün qısası gözləyir, arvad içəri girir, baxır. Qapı açılanda özünü soxur içəri. Çıxmaq istəyəndə, qapı açılanda özünü soxur içəri. Nə gəlsən burada, arvadını vurmaq istəyəndə Adil Əliyev qabağına keçir. Adil Əliyevi vurub şirküt eləyir, söz yox. Arada Adil Əliyev də bir-iki yumruq vurur, o aydın məsələdir. Amma Adil Əliyevi it balası kimi çırpır. Sonra Adil Əliyev polis çağırır. Əlbəttə ki, mühafizəçilər zat polis çağırır. Və nə olur, axırda nə olur? Dəyərli həmvətənlərim, axırda nə olur? Polis aparır, adamı həbs eləyir, deyir, ağlını başına yığ. Bu dəqiqədə qızın əri həbsdədir və əgər onu həbsdən buraxmasalar, mən o qızın ad familiyasını, şəklini, həmən adamın adını, şəklini, hamısını etiraf verəcəyəm.
və hər iki nəsli, qız tərəfinin nəslini də, oğlan tərəfinin nəslini də, Adilin də nəslini ortaya qoyacağım. Oğlan elə bir günahı yoxdur, günah sadəcə daha diqqətli olmalı idi. Adil Əliyev həmçinin Mədəd Quliyevin oğlu Murad Qulubəyli ilə fırlanır. Bilirsiniz, hər məmurun bir oğlanı var. Hər məmur özünə daldan qoydurmasa, qadına yaxın, arvadına, qıza yaxın gedə bilmir. Adil Əliyevin də, dəyərli vətənlərim, dəyərli soydaşlarım, Mədəd Quliyevin oğlu var. Murad Qulubəyli ilə fırlanır. Yəqin ki, Murad Qulubəylini tanıyırsınız. Əvvəl polis olubdu, indi də budur. Adil Əliyevlə işləyibdi, polis olubdu, indi də budur. Murad Qulubəyli aktiv petuxdur. Dəyərli vətənlərim. Yox, passivdir deyəsən. Axırca daimi petuxdur da. O biri var ki, Adil Əliyev kimi daldan qayırırsan, həvəsə gəlir məsələn. Ya Ramil Usubov kimi, ya bir də var ki, deməli, dəyərli vətənlərim, bu daimi elə petuxdur. Bu, istəsən də daldan fil də qayırsa, bunu həvəsə gəlməz. Yəni, Mədəd Quliyevin oğlu, ondandır ki, dəyərli vətən, bunu fil də qayırsa, bu həvəsə gəlməz. Dəyərli vətənlərim, dəyərli soydaşlarım, bu da həmən o Adil Əliyevin oğlanıdır. Görüm, yaxşı düşəcəkmi? Qulubəyli. Mədəd Quliyevin oğlu, qoyun biraz belə yaxşı göstərim, Mədəd Quliyevin oğlu Qulubəyli. Orada ayağı tühlüdür, polisdən təzə çıxmışdı, ayağı tühlüdür, mayor idi, mayor. Burada nədir? Ayaqlarını qırxıb, burada ayaqlarını qırxıb. Bu çox gözəl bilir ki, ayaqlarını qırxıb, burada gördünüzmü? Bu çox gözəl bilir ki, bu mayor yox, heç polkovnik də olsaydı bu polisdə Bayram Nurlu sürən maşını sürənməzdi. Buna bax, ayaqlarını qırxıb görürsünüz mü? Ağ corab ayaqlarını qırxıb, burada necə paylaşır, görürsünüz? Həmən, yəni dəyərli vətənlərim, dəyərli soydaşlarım, dostlar və qardaşlar, burada isə baxın, polisdən təzə çıxıb, ayaqları tühlüdür. Dəyərli vətənlərim, çox güman ki, Adil Əliyev bunun ayaqlarını qırtdırıbdı. Adil Əliyevin də ayaqlarını qırtdıran tapılar, bəlkə də Adil Əliyevin də ayaqlarını qırtdırıblar.